Salam əziz dostlar, mən Günel Qacar. Deməli, sınağın izahına başlayaqmı? Belə ilk öncə mən istəyirəm ki, belə çevirim, ekran şəklini zəhmət olmasa siz götürün. Çünki sınağın izahından əvvəl siz əgər sınağı etməmisinizsə, izahdan heç nə başa düşmərsiniz. Onun üçün zəhmət olmasa bir dənə suallara baxın. Ekran şəklini çəkib bir dənə baxın və arxasınca isə mənim izahıma baxın. Elə isə başlayaq. Listening-ə yəqin ki, baxdınız artıq suallara və mən istəyirəm ki, suallarla bir yerdə siz burada listening-i yazılı formasına baxasınız və artıq cavablar da avtomatik çıxacaq. Həm yazılı forma ilə listening-ə qulaq asmaq sizə də çox faydalı olacaq. Başlayaqmı? Yazılı formaya diqqətlə Okay, Graham, so let's check we both know what we're supposed to be doing. Okay. So, for the university's open day, we have to plan a display on British life and literature in the mid-19th century. That's right. But we'll have some people to help us find the materials and set it up, remember? For the moment, we just need to plan it. Good. So, have you gathered who's expected to come and see the display? Is it for the people studying English or students from other departments? I'm not clear about it. Nor me. That was how it used to be, but it didn't attract many people, so this year it's going to be part of an open day to raise the university's profile. It'll be publicized in the city to encourage people to come and find out something of what goes on here. And it's included in the information that's sent to people who are considering applying to study here next year. Presumably, some current students and lecturers will come? I would imagine so. But we've been told to concentrate on the other categories of people. Right. We don't have to cover the whole range of 19th century literature, do we? No, it's entirely up to us. I suggest just using Charles Dickens. That's a good idea. Most people have heard of him and have probably read some of his novels or seen films based on them. So that's a good lead-in to life in his time. Exactly. And his novels show the awful conditions that most people had to live in, don't they? He wanted to shock people into doing something about it. Did he do any campaigning other than writing? Yes, he campaigned for education and other social reforms and gave talks. But I'm inclined to ignore that and focus on the novels. Yes, I agree. Bəli, ekranda da gördüyünüz kimi sual 2, sual 1-in cümlələri buradadır. Yəni siz artıq sualların variantı baxın, sual 3-ün cavabı I suggest just using Charles Dickens. Deməli cavab nədir? Charles Dickens'dir. Yəni buradakı variantlar baxın, bu 4-cü, bu 1. Bunların hamısı elə cavabları da orada birbaşa verib. Deməli burada mənim artıq avtomatik cavablarım çıxdı. Bu formatda edeyim ki, ekranda siz yaxşı görəsiniz. Deməli mənim birinci sualımın cavabı artıq necə deyim, siz artıq rahat burada şəkil edə bilirsiniz ki, C variantıdır. Burada işarələyək. Get ask if display is for the studying English. Çünki orada da olduğu kimi deyilmişdi. Daha sonrası gəlirim ikinci testimizdə. Nədən danışırdı? Hansı nəyi display eləmək istəyirdi? 19-cu əsrdə deməli British Life and Literature istəyirdi. Üçüncüdə bayaqları özümüz elə eşitdik. Kimdir? Charles Dickens'dir. Sonra 4-cü suala keçək burada. Burada isə məndən nə soruşur? Ehtiyatlı olun, wrong variant soruşur, səhvi soruşur məndən. Deməli, ona görə də mən burada birinci sualıma baxıram. Get is no show the awful condition that most people had to live. Bu səhvdir, awful conditionlar deyildi. 2, məsəl üçün düzgün variantı idi. Graham, they have been told considerate on the other categories of the people. Bu variant var idi. Üçüncü variantda bayaqları var idi ki, Katie wants to know if they need to cover whole range, yəni 19-cu əsrin ədəbiyyatı, bu da var idi. Amma məsəl üçün 4-cü variantımız orada yox idi. Mətndə də olduğu kimi bayaqlarda eşitdiniz. Baxın, conditions that they had to live in and he campaigned for education, other social reforms. Amma burada other, məsəl üçün education and other social reforms. Həmçinin də dediyim kimi burada söhbət Graham'dan getmir, he deyir. He yəni başqa adamdan danışır. Amma burada isə nə deyir? Graham deyir ki, bunu eləmək istəyir. Başa düşdünüz? Bu artıq belə oldu. Cavabım nə oldu? 1 və 4-ü səhv variant kimi götürdük. 5-ə gəlirəm. Dialoq nədən danışır? Bu display nümayişi necə planlaşdırmaqdan danışır. Ümumiyyətcə mətnimizdə bu nümayişin necə planlaşdırılacaq, necə danışılacaq, həmin ondan danışır.
İndi isə keçirəm digər mətnimizə. Mətnimizin suallarına baxın. Birinci mətnin özünə baxaq. Bəli, mətnə yəqin ki, baxmışdınız. Mən sizə güvənirəm və indi isə gedirəm bunun qısa bir izahına, tərcüməsinə. Qısa bir tərcümə edim, sizə də rahat olsun, görün düzgün tərcümə etmisinizmi? Deyir ki, təxminən 50 il əvvəl dağılmaqlarına baxmayaraq, broke-up dağılmaqlarına baxmayaraq, Beatles hələ də dünyanın ən populyar rock qruplarından biridir. Yəni bu broke-up deməli nə oldu? Bir şey dağılması. Cəmi 6 illik fəaliyyəti dövründə, bax bunların fəaliyyəti 6 illik fəaliyyəti dövründə musiqidə inqilab etdilər və yarım əsr keçsə də albomları hər il milyonlarla satır. Və 2014-cü ildə Hollywood onlar haqqında yeni sənədli bir də film çəkdi. Yəni bunlar haqqında dokumentary film çəkdi. 1996-cı ildə isə hər bir il ərzində 6 milyon albom satıldı. Bu da 1970-ci ildən bəri bir yerdə ifa etməyən bir qrup üçün inanılmaz bir şeydir. Çünki 70-dən bəri bunlar bir yerdə ifa etmirlər. Deməli, Oasis, Blur və Foo Fighters kimi müasir böyük pop qrupları da The Beatles'a çox şey borclu olduqlarını dedilər. Yəni onlar dedilər ki, onlara çox bir şey borcludur. Deməli, borclu sözünü, o sözünü öyrəndik. Və dünyanın hər yerində hər il onlarla Beatles festivalları keçirilir. Yəni burada çoxlu festivallar keçirilir. Və Amerikadakı ilk festival isə hər il 20.000 fanatı orada olur. Britaniyada bu qrup hələ də böyük turist axınına səbəb olur. Yəni bu həmin şeydə Britaniya ərazisində və minlərlə hər il insanlar buranı Liverpoolu ziyarət edirlər ki, gəlsinlər bura baxsınlar. Baxın, Liverpoolu ziyarət edir, Britaniyadan söhbət getdi. İndi isə deyir ki, Paul məsələn McCartney də gənclik evinə baş çəkirlər gəlib. İnsanlar bu gün də onların ardınca gedirlər və görünən odur ki, hələ bu belə bir uzun müddətdə davam eləyəcək. Bu oldu mənim mətnim. İndi isə keçək True False hissəmizə. Birinci sualımızda nə deyir? Deyir ki, Beatles festivalları hər il olur. Bizdə burada hər il sözünü bilirsiniz, nə ilə tapmaq olar? Burada göstərir ki, görək siz bu annual sözünü bilirsiniz ya yox. Baxın, Amerikada hər il annual. Annual deməli nə oldu? Hər il. Ona görə bu variantımızı düzgün götürürük. Daha sonra isə keçirəm 6.2. Today the Beatles are not considered. Hesab olunmur. Ən məşhur olan hesab olunur. Bu gün belə ən məşhurdur. Ona görə bunu çıxartdıq. Oasis have recently copied Beatles song. Orada mətndə deyir ki, Oasis new version'ı çıxartdı. Çox adam burada deyir kopya eləmək, new version eləmək deyil. Amma yəni o demək, yəni həmin onun yeni versiyasını elədi. Yəni kopyaladı. Ona görə variantı bu dimi buranı düzgün götürüb ehtiyatlı olun burada. Beatles deyir ki, indi əvvəlkindən daha məşhurdur. Müqayisə verməyib ki, indi məşhurdur. Əvvəl biraz məşhurdur, indi lap məşhurdur. Belə bir variant olmadığına görə buranı false götürürük. 7-də broke up nə deməkdir, onu öyrəndik. Ayrılmaq deməkdir. Buna görə də mən nə götürürəm? Separated. Sonra gəldim digər hissəmizə, 8-ə. Məndən nə soruşur burada? Incorrect variantı, səhv variantı. Səhv variantı soruşursa, Y variantına bir dənə baxaq, düzgün variantı görək nədədir burada. Albums of the Beatles couldn't be sold, satılmır because they were not played together since long time. Onlar o vaxtdan uzun müddətli bir yerdə olmadıqlarına görə satılmadı. Satılmadı variantına görə mən nə götürürəm? Y variantı. Çünki incorrect. Çünki digərləri bütün hamısı mətnlərimizdə var. Axı o 6 milyon belə satıldı, hətta onlar bir yerdə olmasalar belə. Ona görə variantımızı Y götürürük. Sonra burada bir dənə 9-a nəyə baxırsınız? Şərtə fikir verin, implies sözünə. Implies türklərin bir sözü var, ima etmək. Yəni buna bərabərdir, bunu ima eləyir. Yəni verilən bu cümlə deyir ki, hansı cümlə ilə eyniyyəti təşkil eləyir. Mən də burada baxıram, deyirəm ki, among more recent pop groups, many big names such as Oasis, Blur or Foo Fighters owe a lot to the Beatles and they say so. Yaxşı, bu mənə nəyə bərabərdir? Deyir ki, bir çox son pop qruplarda bir çox böyük adlar Oasis'dir, Blur və Foo Fighters'dir. Beatles'a borcludular. Elə həmin o cümlənin oxşarı, baxın, a number of the big names, yəni bu günümüzün pop qruplarının bir çox böyük adları owe to a lot Beatles'a borcludur. Variantımız Y variantı.
10-cu sualdan ehtiyatlı olun. Mənim digər izahlarıma baxmısınızsa, mən hər dəfə deyirəm ki, bu suallarda hansı sualın cavabı var və yaxud da yoxdur. Həmişə nəyə baxırıq? Sualı əvəzliklərinə. Çünki bu cümlənin arxası mətndə var. Ona görə də mənə sual əvəzliyi lazımdır. Və burada nə deyir? No answer deyir. Yəni variantın, bu sualın cavabı mətndə yoxdur. Mətnimizdə baxır. When were the 6 million albums? Nə vaxt bu nə vaxt satılıb? Cavab 1996. 6 milyon albom satılıb 1996. Bunun cavabı var. Hansı məşhur qruplar Beatles'dan ilhamlanıb? Bunu da baxarıq. Oasis, Blur, bunlar saydıq var. Nə vaxt dokumentary film oldu Beatles haqqında? Bunun variantında cavabı var ki, 2014-cü ildə. İndi Beatles nə vaxt məşhur oldu? Bu haqqda cavabımız, sualımız yoxdur. Dəqiq ilini bilmirik. 6 milyon albom satanda onlar nə qədər pul qazandılar? Bu haqqda da yoxdur. Neçə qədər pul qazandığını bilmirik. Ona görə cavabım oldu 4-5. İndi keçirəm ikinci mətnə. Bu ikinci mətnində tərcümə eləyirəm. Söhbət ekstrem havalardan gedir. Deməli deyir ki, ekstrem hava səhv vaxtda və ya səhv yerdə baş verən güclü bir yağış və ya anormal bir isti dalğası kimi qeyri-adi hava hadisəsidir. Nəzəri cəhətdən bunlar çox nadir olmalıdır. Yəni çox nadir bir hadisə olmadı. Lakin bu günlərdə TV ekranlarımızda daima belə bir hadisələr göstərirlər. Məsələn, 2010-cu ildə Rio de Janeiro'da, məsələn, bu arada drought sözü quraqlıq deməkdir, bunu da eləyək. Məsəl üçün, Rio de Janeiro'da 24 saatlıq nə baş verdi? Yəni 28 santimetrə çıxardan bir yağış baş verdi. ABŞ-ın Neşvil şəhərində 2 gündə 33 santimetr yağış yağdı. Pakistanda isə rekord yağışlar qeydə alındı. Yəni bu cür yağışların fəsadları çox ağır və ölümcüldür. Yəni bunlar hamısı bu hissələrdə qeyd oldu qısa. Bunlar hamısı deyir ki, ölümcüldür bu yağışlar və yerimi itirdim. Bəzi yerlərdə isə dünyanın bəzi yerlərində şiddətli quraqlıqlardan əziyyət çəkirlər insanlar. Yəni Avstraliya, Rusiya şərqi bu hissələrdəyəm. Baxın, bu arada dəhşətli quraqlıq devastating. Bu sözü də öyrənək, dəhşətli pis deməkdir. Deməli harda qaldıq? Bu hissəmizdədir. Məsəl üçün Rusiyada üzr istəyirəm. Şərqi yazmırdı bayaqdan. Şərqi Afrikada son 10 ildə burada ciddi zərərlər görüb. Həmçinin 2003-cü ildə Avropada 35 min insanın ölümünə səbəb olan anormal bir istilər qeydə alınıb. Yaxşı. Bəs havamızda nə baş verir? Mütəxəssislər Peter Bille bildirir ki, bu çox güman təbii iqlim dövrlərinin, məsələn, Sakit Okeandan qaynaqlanan El Niño və La Niña kimi yəni burada qaynaqlanan bunun adı da Sakit Okean. Həm insan fəaliyyətində, həm də digər bunların fəaliyyətinin nəticəsində birgə bir təsirdir. İnsanların yaratdığı istixana qazlar, həmin bu şeylərdə də greenhouse qazlar, baxın bunun istixana qazlar deməkdir, yadda saxlayın. İnsanların yaratdığı istixana qazlar atmosferi, qurunu və okeanlar isidir. İsinən okeanlar isə daha çox su buxarı əmələ gətirir. PEIC məlumatları göstərir ki, atmosferdəki su buxarı son 25 ildə 4% artıb. Bax, 4%. 4% artıb. Bu, isti, rütubətli hava güclü yağışlarına, tufanlara və tayfunlara çevirir. İqlimşünas bir Michael Oppenheimer da vurğulayır ki, biz əgər iqlim dəyişikliyi reallığı ilə üzləşməliyik, yəni biz üzləşməliyik və gələcəkdə həyatları və pulları xilas etmək üçün indidən hərəkətə keçməliyik. Deməli, indi keçək True-False hissəmizə. Mətnimizdən əslində demək olar ki, bütün hər bir şey dedim. Məncə sizə bu daha rahat olacaq. True-False-da artıq tapmağa. Birinci sualımızda nədən danışır? Deyir ki, ekstrem weather daha common olmağa başladı. Axır deyirik ki, bu artıq hər bir yerdə var da, yəni ümumi bir hadisə kimi baş verir artıq bu. Oppenheimer da deyir ki, bəs bunlara diqqət yetirməlisiniz. Deməli, bu variantımız bizim true variantdır. Common deyəndə, yəni ümumi bir halda, artıq normal bir halda. 11.2-də deyir, extreme weather is a problem because we can't predict it. Predict nə deməkdir? Proqnozlaşdırmaq. İndi baxıram bu hissələrimizdə. Axı deyir, satellaytlar bizə deyir ki, atmosferə buxar gedir, nə bilim nə gedir. Deməli, biz predict edə bilərik. Ona görə we can't sözünə görə bu variantımızı nə götürürük? False götürürük.
yağış, quraqlıq, isti hava kütləsi, bunlar unusualdır. Unusual hadisələr, yəni bəli, yəni deyirik ki, unusual hadisələrimizdir. Ona görə bu variantımızı düzgün götürürük. Sonra 14-də baxıram. Extreme weather is not natural occurrence. Natural occurrence nə deməkdir? Təbii bir baş verilən bir şeydir. Is not, yəni belə bir şey deyil. Bu da variant səhvdir. Ona görə çünki təbii bir şeydir. Yəni yağış yağır və yaxud da nə bilim quraqlıq olur. Bunlar təbii bir hadisə adlanır. 12-yə gəlim. 12-ci testə baxıram indi. Deyir, biz satellaytları, peykləri nə vaxt istifadə edirik? Nəyə görə? Havanı, atmosferdəki şeyi ölçmək üçün. Drought dedik, nə oldu? Quraqlıq. Quraqlıq nə idi? Artıq siz özünüz bunu çox yaxşı bilirsiniz ki, yağış olmayanda uzun bir müddət quraqlıq, qaranlıq deyəcəydim, olur. İndi isə davam edirəm 14-cü sualıma. Michael Oppenheimer nə dedi? Dedi ki, biz qarşısını almalıyıq da bu şeylərin, yoxsa problem olacaq. Yəni, biz limit eləməliyik. Ona görə B variantımız olmalıdır. Sonra keçirəm yeni 15-ə. Nə oldu? Hansı sualın deyir ki, no answer, cavabı yoxdur. Ehtiyatlı olun buradan. Cavabı olmayan variantımız hansıdır? Birə baxıram ki, Nashville-də niyə görə extreme weather hesab olundu? Dedi yaxı ki, 33 santimetrə qədər oldu. Sualın cavabı var. 2-də yeni sual əvəzinə baxırıq. Rio'da yağışlar nə baş verdi? Cavab nə oldu? Torpaq sürüşməsi oldu, yüzlərlə insan öldü. Bunlar variantı var. Biz deyir ki, necə deyir dayandıra bilərik bu dizasterləri tamamən? Necə dayandıraq? Belə bir şey yox idi axı bizim mətnimizdə. Ona görə bu variantın sualının cavabı yoxdur. Deyir, heyvanlar bu havada necə təsirlənir? Bu variantda cavabı yoxdur. Nə bilək necə təsirlənir? Where does atmospheric water deyir, bu atmosferdəki buxarlanma hardan gəlir? Variantımızda da, mətnimizdə də var idi ki, okeanlardan, sudan buxarlanır. Cavab burada nə oldu? 3 və 4-ün cavabı yoxdur. Keçək qrammerlərimizə. Dostlar, deməli qrammerlərə başlayıram. 1-ci 16-cı sualım əvəzlikdir və burada ilk mənə variantımda nanu falan görmüşəm. Baxıram, nöqtədən sonra isim var. Nan nöqtədən sonra isim istəmir. Yəni özündən sonra isim istəmir. Nan, ona görə getdik. Cəm isim cəm xəbərdə, düz demirəm. Cəm isim cəm xəbərdədir ki, boz olar, cəm isimdir. All olar, cəm isim cəm xəbərdir. Each of isə cəm isim istəyir, amma tək xəbər gətirməlidir. 4-ü çıxartdım. Most of cəm isim cəm xəbərdir. 2, 3, 5 cavabım oldu B variantı. Keçirəm 17-ci sualıma. Deyir ki, altından xətt çəkilin. Altından xətt çəkilin once a month idi bu arada. Bunu bilən bilək. Altından xətt çəkilin cümlədə söz nə sual verilir? Once a month həftədə, ayda bir dəfə nə deməkdir? Ayda bir dəfə nə qədər tezliklə? Nə qədər tezliklə how often-dır, yadda saxlayın. How often-dır, yadda saxladıq, since min nə vaxtdan bəridir. How long bir şeyin uzunluğunu soruşur. 5 aydır, 3 aydır falan. Və nə vaxt deməkdir? How-da necədir? Once a week tezliyi soruşduğuna görə how often oldu? Cavab Y variantı. 18-də, baxın, zamanı soruşur. Zamanda burada açar bir dənə bir şey var, since. Deməli, since nə istəyir məndən? Bitmişlik. Əvvəli bitmiş. Bitmiş olmayan variantları çıxartdım. Had not, verb 3, had not, verb 3. O biri tərəfdə isə past simple olar, 2 bitmiş uzlaşmaz. Ona görə D variantını düzgün götürürəm. 19-a gəlirəm. 19-da baxın, cavab necədir? 3-dən başlayarıq. Deyir, bu arada cavabımız D variantıdır və ona uyğun da gedirəm indi. Deyir ki, 3-də deyir ki, on Sunday morning, bazar günü səhəri Mr. Brown və onun yoldaşı taksidə stasyona getdi. Arxasınca nə gəldi? Baxaq, izləyək, 6 gəlir. Porter, yəni daşıyan, onların ləqicinə yükünü götürdü və soruşdu. Deməli, burada nəsə bir şey soruşur. Suallı bir şey olmalıdır. Sualda baxıram, 1 mi, 4 mü? Bu Porter, bir daşıyan, təzə bir adam gəlib. Ona nə sual verər? Deyər ki, hansı platformaya gedirsiniz? Yəni, hansı hissəyə gedirsiniz? Başa düşdünüz, ona görə 4 variantı bu gəldi. O da cavab verir ki, bizim trenimiz 12-də olacaq, platform 5-ə gedirik. Arxasınca 1 gedir ki, bu yolla gedirik, sən ləqiclərini registrasiya eləmirsən, yüklərini. O da deyəcək ki, no, bizim deyir hələ vaxtımı, o take that we have with us. Yox, biz hamısını özümüzdən götürəcək. Cavabımız oldu D variantı. İndi keçirəm digərinə. Dostlar, 20-də descent enmək, düşmək deməkdir.
Postpone təxirə salmaq deməkdir. Eliminate çıxmaq, aradan çıxartmaq, sıradan çıxartmaq deməkdir. Descend düşməksə nədir? Baxın, yuxarı yerdən aşağı yerə düşmək. Bir də oldu B. Postpone təxirə salmaqdırsa put off A variantı. Eliminate aradan çıxartmaqdırsa burada C variantını götürürəm. Yəni 1B, 2A, 3C. Oldu. Neçə? 20-də A variantı. İndi keçək digər hissəmizə 21-ə. For her singing-i deyir ki, sual ver. Oxuması üçü, oxuduğuna görə my sister, bacım prize qazandı. İndi nəyə görə sualını verməlidir? For what düzgündür, amma burada sual əvəzi. Sualımda köməkçi sual şeyim yoxdur. Do, does, did yoxdur. Mübtədanın qabağına keçməlidir axı. Ona görə bu variant səhvdir. Kimin oxuması? Burada my sister verməyib. İndi C variantı çox adam yazır. Why düzgün deyə, bəs why-ın axırındakı for niyə yazırsınız? Nə üçün düz gəlməz axı? What for? Nə üçün? Did qabağa keçdi, variant düzgündür. Mənim bacım nə qazandı? Bu variant səhvdir. 22-yə baxıram, deyir hansı cümlə passivə çevrilə bilər? Hansı cümlə passivə çevrilə bilməz? Bu testlərdən ehtiyatlı olun. Tamamlığı olan çevrilə bilər, olmayan çevrilə bilməz. İndi mən baxıram variantımıza. Bir də baxıram. Why did the lorry stop suddenly in the middle of the road? Niyə görə yük daşıyan birdən-birə yolun ortasında dayandı? Cümləndə tamamlıq varmı? Yoxdur. Mən bunu necə passivə çevirim? Did the policeman stop the driver? Polis sürücünü sürətə görə dayandırdı. Kimi? Sürücünü. Sürücü dayandırıldı. Çevrilə bilirəm. When did the neighbors repair their house? Qonşular evlərini nə vaxt repair, təmir eləyəcəklər? Nələrini? Evlərini. Tamamlıq var, olar. Neçədən travelers bu gün səhər başladı, səhər tezdən başladı? Cümləndə heç bir tamamlıq yoxdur, çıxdı. 2-3 variantı. 23-ə baxıram. Deyir ki, sən oxuduğun noveldən zövq aldın. Bu da dialoqu cavab verməlidir. A-da hardly var, inkarda olmaz. Boring, həm də yes verib. Yes, bəli, sıxıcı idi, olmaz. Bəli, 100%, çox maraqsızdır, olmaz. Əlbəttə, mən güclə oxudum, olmaz. Yes, it was worth reading. Dəyərdi oxumağa. Worth dəyməkdir, yəni bunu oxumağa dəyərdi. Ehtiyatlı olun, cavab Y. Story düzəldəyib, mən bu story mənasını bir dənə sizə izah edeyim, sonra da variantı deyim. Ya da birinci variantı deyim, cavab A variantıdır. Burada deyir ki, Jack Smith məktəbə getmək istəmir. Ona görə müəlliminə zəng edir və deyir ki, Jack Smith bugün gəlməyəcək, birinci gün məktəbə gəlməyəcək. Müəllim də deyir ki, bunu eşitdiyimə çox pis oldum. Sonra o deyir, dedi ki, yəni kimdir bunu danışan? O deyir ki, onun atasıdır danışan. Yəni uşaq özü atasının dili ilə zəng edib ki, Jack Smith gəlməyəcək. Mətnin məğzi bu idi. Gəldim ən axırıncı sualımıza. Bu qəbula da düşüb, ehtiyatlı olun. Deyir, bu arada sözü öyrənək. Bunun deməli nə deməkdir? Bolluq, bərəkətlik. Lack, çatışmazlıq, appreciate, dəyərləndirmək, qiymətləndirmək, admire, heyran olmaq, shortage, çatışmazlıq, qısalıq, concern, narahat eləmək, abundance, yəni dedim, bayaq dediyim kimi bu bolluq deməkdir, worry, narahat, lack, çatışmazlıq. Fakt budur ki, Afrikan ölkələrində su nəyi var? Çatışmazlığı, bunları çıxartdım. Və bütün ölkələr bundan nə etməlidir? Appreciate yox, qiymətləndirmə yox, narahat olmalıdır. Ona görə cavabım C variantı. Ümid edirəm ki, rahat başa düşdünüz.